Dünən Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iclasında Fransanın növbəti anti-Azərbaycan çıxışı gündəmə çevrilib, rəsmi Bakının cavabı gecikməyib. Xarici İşlər Naziri Jean-Noël Barronun ölkəmizə qarşı səsləndirdiyi ittihamlar rəsmi Bakının kəskin etirazına səbəb olub. Azərbaycan bu fikirləri qətiyyətlə rədd edərək Parisin bölgədə sülhə deyil, gərginliyə töhfə verdiyini bəyan edir. Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı sülh prosesinə xələl gətirir və bu Xarici İşlər Naziri Jean-Noël Barronun regionda gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir. Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir. Bildirilib ki, Fransa regional işlərimizə qarışmaq əvəzinə təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir. Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar öz suverenliyi, haqları, hüquqları haqqında daha ucadan danışmağa başlayırlar və Fransa bu məsələlər ilə məşğul olsa daha yaxşı olar, çünki Cənubi Qafqazda sülh və təhlükəsizlik önəmlidir. Uzun sürən müharibələrə son qoymaq və dövlətlər arası münasibətləri yaratmaq dövrüdür. Təəssüflər olsun ki, Fransa Cənubi Qafqaza da müstəmləkəçilik siyasəti kontekstindən yanaşır. Ekspertlərin fikrincə Fransa Cənubi Qafqazda sülhə deyil, maraqlarına uyğun təsir dairəsi yaratmağa çalışır. Rəsmi Bakının sərt reaksiyası isə Azərbaycanın bölgədə sabitlik və ədalətli sülh naminə prinsipial mövqeyini bir daha ortaya qoyur. Fidan Səfər, Space xəbər.